Sizdən xahiş edirəm, bu Ramazan adlı bu məkanın fəzasını, havasını bağrımıza basaq. Bununla rəqs eləyək, keyf eləyək, zövq alaraq bu günləri keçirdək. Qəribə bir şeydir, Allah övliyaların halına baxırsan Ramazan ayında. Elə ağlayırlar ki, sanki Allah deyib, mən sizi bağışlamayacam. Halbuki Allahın ağışındadılar. Allah əksin dedikcə ki, mən hamını bağışlayacam bu ayda. Övliyalarda qəribə bir hal yaranır ki, əksinə qorxuları çoxalır. Bilməm nə qəribə bir hal. Allahın qucağında Allah onları nəvaziş etdikcə elə istiğfar edirlər. Sanki Allah onları qapılarından qovub. Eşqin belə aləmləri var. Eşqin belə aləmi var ki, Allah bağrına basır bəndəsini. Bəndə yenə də əzabdan danışır. Danışdıqca sanki onu qovublar, bu qorxusundan ağlayır ki, ilahi məni bağışlamasan neynəyəcəm? Halbuki hal-hazırda Allah, onu dedikcə Allah da daha da çox nəvaziş eləyir. Ramazan ayı bu sığalı insan yaxından hiss eləyir.